Yerişiniz dəyişibsə, bunu sadə bir problem kimi qəbul etməyin. Çünki yeriş sadəcə ayaqların hərəkəti deyil. Bu beynin, beyinciyin, tarazlıq sisteminin və sinirlərin birlikdə işləməsidir. Nevrologiyada yeriş çox zaman gizli problemlərin ilk siqnalıdır. Məsələn, addımlar xırdalanır, yeriş yavaşlayırsa, bu Parkinson tipli dəyişiklik ola bilər. İnsan sanki yellənərək, qeyri-stabil yeriyirsə, beyincik zədələnməsi ehtimalı olunur. Ayaqlar yerə sürtülür, qaldırmaq çətinləşirsə, sinir zədələnməsi və ya əzələ zəifliyi düşünülə bilər. Bir ayaq digərindən zəif görünürsə, bu keçmiş və ya yeni insultun ipucu ola bilər. Vacib olan budur. Bəzən pasiyent hələ ciddi şikayət etmir. Deyir ki, sadəcə yorğunam. Balansım biraz pozulub. Yaşla bağlıdır yəqin. Amma yeriş artıq nevroloji problemi göstərməyə başlayır. Yeriş pozulması çox zaman təsadüfi olmur. Bu beynin verdiyi açıq siqnaldır. Erkən mərhələdə qiymətləndirmə isə gedişi ciddi şəkildə dəyişə bilər. Əgər sizdə və yaxınlarınızda addımlarda dəyişiklik, yavaşlama, tarazlıq problemi, ayaq sürtünməsi varsa, bunu gözləmək yox, araşdırmaq lazımdır. Çünki nevrologiyada bəzən diaqnozu ilk olaraq yeriş verir.